Yığışın, videodan da gördüğünüz kimi qutu açılımı edirik. Bir il idi atmayıb gözləyirdim bu günü və həmin an gəldi. İlk kitabımız Canavarların da Kalbi Vardır. Mənim ən çox sevdiyim yazıcı N.G. Kabaldan. Açaq, görək nə çıxacaq. Soyaraqdan. Mənimlə bir yerdə bu zövqü sizdə yaşayın istəyirəm. Dur. Da. Tabut kutulu kutumuz zırılıb. Kutumuz zırılıb. Kimin gözü qaldı o? Gözü qalan gözü çıxsın elə. Hər videoda yazırdılar, niyə atmırsan, niyə atmırsan. De açdım, baxın, kutumda əzilib, zırılıb. Mən buna para vermişdim. Bizi açan kimi belə bir ayraç göyə qarşılayır. Bunun içisini bükəndə belə bir qanadı ortaya çıxır. Və qutu içəriyimiz elə budur. Sadəcə kitab. Bu da bizim kitabımız. Canavarın da Kalbi Varmış N.G. Kabaldan. Cildimiz sadə qara şömüzdür. Sərt qapaq. İçi sadə. Baxın, başqa ayraç falan şeylər varmı? Bir dənə bir şey var nəsə. Belə küçük kalpli bir şey. Yəni qutumuz boşdu deyə bilərik. Kutum zırılıb. Bu beni üzer. Vaxt itirməyə keçək ikinciyə. Bunu biraz səliqəli bir şəkildə açmaq istəyirəm. Bu mənim ad günü hədiyyəm idi Ülkər tərəfindən. Aldı mənə, dedi aç içindəki nədir baxım. Mən də dedim bir il sonra. Niyə bir ildir gözləyirsən deyə sual verməyin. Heç özüm də bilmirəm niyəsini. Dedim video çəkib atacağım. O video çəkirəm, bu video çəkirəm. Qaldı bu günə. Qutumuz bu səfər qırmızı şəkildədir. Və yenə bir qutu açılımı və bu qutumda. Bu qutumda hasarlıdır. O gözü dəyən kim idi, onun gözü çıxsın elə. Bu nədir? Buna baxın, buna baxın, buna baxın. Qobu be. Buradan bizi ilk olaraq kitabımız qarşılayır. Qızın adını unuttum. İçində nə var? Şömüzü çox qəşəngdir. Bu sadə qırmızı, bordo rəngli. İçi bu şəkildə detalları var. Və arxa hissədə bu şəkildədir. Bu səfər qutunun içi doludur. Amma nə var içində? Belə bir posterimiz var. Şəkildə. Orada yəqin geyinilən cadı qiyafətləri, nə bilim, ətirlər, ayaqqabılar bu şəkildə. Bir də yazı varmış. İsmim Luxeria. Cor Victorium. Yanlış da oxumuş ola bilərəm. Çox da şey yapmayayım. Belə bir güzgümüz var. Yəni ayraçdır təbii ki. Sonra çıxarda bizim göstərəcəm. Bu şəkildə bir sklet və arxasında Ateşin söylediği şarkıyı duyanlar ayın kız kardeşleridir yazıb. Sonra belə bir əl stikeri var. Daha doğrusu nədir bunun adı? Unuttum. Nəysə, siz bildiniz onu. Sonra belə üstündə cadı uçan və ayın dövrlərinin şəkli yerləşdirilən bir-iki ağac, oradan da yarasalar çıxan belə bir kart var. Bunda arxasında alevlər başqa bir kapıyı açar, ölüm yangının sonu deyil yazılıb. Sonra bir də belə
Qəşəng siyah pişiyimiz olan kartımız var. Bunun da arxasında soğuyan kül başqa bir yüzdə təkrarı yanar yazıb. Nə manası artıq. Mən kitabı daha əvvəl bet-betdən oxumuşdum. Amma indi kitabları açdığıma görə kitabları da oxuyacağam. Bir də 2 dənə belə kartımız var. Bunun da birinin arxasında ateş sadəcə yakmaz intikam alır yazıb. Birində də alevi sönən qaranlıqda yaşamaya devam edər yazıb. Düzdür, düz deyir. Bu kitabımızın qutumuzun içi də bu şəkildə idi. Heyf ki, qutularım hasar alıb. Bunları nəsə bir şey etməliyəm ki, yəni verdiyim pula və mənə hədiyyə etdikləri üçün o insanın, ülkənin verdiyi pula dəysin. Ay, cinnət keçirirəm, bu nədir belə yəni. Və bu kitab, yəni kitabxanamın üst hissəsində duran bir kitab idi də. Bunun plonkası da soyulmamışdı. Bunun bu şəkildə olmağı göz dəyənin gözü çıxsın, başqa işlə bilmirəm. Bu da belə bir videoydu. Hələlik.